Bakıda təşkil edilən qol güləşi üzrə Avropa çempionatı başa çatdı. Yarışda 44 medal qazanan milli komandamız Avropa üçüncüsü oldu. Çempionatdan öncə medallar uğrunda əsas mübarizənin Azərbaycan, Türkiyə və Rusiya komandaları arasında gedəcəyi proqnozlaşdırılırdı. Yarış ehtimalları doğrultdu. Əksər çəkilərdə həlledici görüşlər məhz bu ölkələrin təmsilçiləri arasında baş tutdu. Ligdə birinciliyin son günündə Azərbaycan idmançılarından Zöhrə Məsimov sağ əllə mübarizədə bürünc, Şərif İsmailov isə gümüş medal aldı. İsmət Vəkilovun nəticəsi isə 2 qat sevinc doğurdu. O həm gənclər, həm də böyüklər arasında Avropa çempionu oldu. Ən ağır çəkidə mübarizə aparan təmsilçimiz Mirtalih Aslanov da bütün rəqiblərinə qalib gələrək qitənin ən güclüsü adını qazandı. Ümumilikdə komandamız yarışda yeniyetmə gənclər, böyüklər, qadınlar və veteranlar arasında 44 medal qazandı. 12 qızıl, 19 gümüş və 13 bürünc. Bu nəticə ilə yığmamız komanda hesabında Avropa üçüncüsü oldu. Xüsusi kubok Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədova təqdim olundu. Komanda hesabında ilk 2 yeri isə Rusiya və Türkiyə tutdu. İdmançılarla yanaşı çempionatda obyektiv hakimlik edən referilər də xüsusi hədiyyələrlə mükafatlandırıldı. Yarışın yüksək səviyyədə təşkilatçılığından razı qalan idmançılar və həm də rəsmi qonaqlar ölkəmiz haqqında müsbət fikirlər səsləndirdi. Bakıya, Azərbaycana heyran oldum. Yarış özü də super keçdi. Hər şey möhtəşəm idi. Açılış mərasimi, səhnə quruluşu, azarkeşlər və təbii ki, idmançıların çıxışları. Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyinə Avropa çempionatını yüksək səviyyədə təşkil etdiyinə görə minnətdaram. 2010-cu ildə biz bu çempionatı vəsiqə qazanmışdıq. 2014-cü ildə artıq bu çempionatı öz bəhrəsini verdi, həyata keçirdi və bütün gördüyümüz işdə qazandığımız uğurların hamısı bir daha canlı olaraq Azərbaycan xalqı, dövlətimiz öz ölkəmizdə Azərbaycan Qol Güləşi Federasiyasının gördüyü işlərin canlı şahidi oldu. Mükafatlandırma mərasimindən sonra yarış iştirakçılarının şərəfinə təntənəli ziyafət verildi. Yarışda olduğu kimi rəqs meydanında da Rusiya, Türkiyə və Azərbaycan təmsilçiləri daha bacarıqlı və istəkli görünürdü.